Hər vaxtınız xeyir olsun. Əziz və hörmətli izləyicilər, sizlərə bir qısa video çəkirəm. Deməyin çəkmədi, deməyin paxıllıq etdi Erşən qardaşımız. Əriklərin, ağaçların o çiçək vaxtını bizə göstərmədi. Bəli, bax bu görüntü bizlərin ata ocağındandır. Çəkirəm, göstərirəm. Video çəkilişimiz də var, möhtəşəmdir. İnşallah ki, indi vaxt çəkilişdən gəlirəm. And olsun Allaha, bax indi promoy bura gəlmişəm. Video işləmədədir. 1-2 saatdan sonra efirdə olacaq. Bunu da çəkdim ki, baxasınız, görəsiniz. Burada Mətanət bacımızın gül bağıdır. Heç bacımız neçə vaxtdır, bəlkə də nəzarət eləmir. İnşallah bir həftədən 10 gündən sonra burada gözəlliklər olacaq Mətanət bacı. Burası sizin adınıza olan bir güllükdür. Elə bilməyin ki, biz onu diqqətdən, nəzərdən kənarda saxlayırıq. Görürsünüz əzizlər, havanın günəşli keçməyi 2-3 gündür. Bax, dünənlə bugün nə qədər böyük bir fərq oldu ağaçların çiçəklənməyində. İndi bircə dənə əzizlərim, bircə dənə qurban olum Allaha. Onca gün yağış, şaxta, qar, külək olmasın onca gün. Gəl sən oğulsan bu il meyvənin qabağını al. Onca gün ha. Bax bu dəqiqə bunların mayalanma dövrüdür. Görürsünüz. Yağış yağanda bunun içərisinə dolur. Bax burada maya var. Mayanı elə bir xarab eləyir. Onca sutkadan sonra bu vəziyyətdə hava geçsə bir il əriyin yeşiyi topdan satış 10 qəpik, fəragəndə satış 20 qəpik olacaq. Yəni baxın ha, əriyin yeşiyi, kilosu yox ha, yeşiyi. Məsələn ki, məni kimi bağbanlar opşi 100 manat verəcək ki, gəl meyvə nə qədər var yığ apar. 100 mən verəcəm ha, elə bir siz yox, mən verəcəm ki 100 manat verəcəm. Gəl bağın meyvəsini yığ, ələyağımız ha dolaşmasın. Qoy bolluq olsun. Mən həmişə bolluğun tərəfdarı olmuşam. Qoy ucuz olsun, amma bol olsun. Təki bolluq olsun. Şəhərdə yaşayanlar bolluğa istifadə edir. Amma bu yanlış bir sözdür. Hərdən deyirik, şəhərdəkilər bunu bol yesin, amma belə deyir. Kiloyu 1 qəpik olsa da şəhərli yazıq onu. Yazıq bu sözə görə deyirəm. Ha, üzrə bilinər şəhərlilər. Yəni ki, dilimiz belə örgəşdə Qarabağlıyıq. Şəhərli onu onsuz da yenə odu qiymətinə alıb. İstəyirsən bax burada alçanı, əriyi pulsuz ver ki, apar bunu şəhərdə misal üçün ucuz qiymətə sat, yenə maklerlər, ticarətçilər şəhərlini fikirləşmir. Andol Allaha fikirləşən yoxdur şəhərlini. Fikirləşmirlər. Maya dəyəri, su qiymətinə olan məhsulu da aparıb Bakıda odu qiymətinə satırlar. Nə bilim, həyat belədir də, ticarət belədir. Görürsünüz nə gözəllik var burada əzizlərim. Bax burada indi orucam, Allah bütün orucunuzu qəbul eləsin. Amma Samavar çayının yeri var ha, bax bu çiməndə Samavar çayını qoyub, yaxşı da, nərtaxta oynayasın, yaxşı, elə belə yox. Ləzzətli nərtaxta oynayasan, ara bir də bax Samavar çayından içəsən. Sizi inandırım ki, bu dəqiqə bu bağdan gələn iyi, bəlkə də nə bilim, heç nə ilə əvəz edilə bilməz. Söhbət başqa iyidən getmir. Ha, çiçəklərin iyi. Çünki sort ağaçlardır, hərəsindən bir cür qoxu gəlir. Çox möhtəşəm bir iyi qoxu gəlir. Bu da çorpalarımız, pitanımız. Pitan da bugün məni görməyib. Səhər saat 8-dən çıxmışam evdən, Yevlaxda olmuşam bugün. Xeyriyyəsi bir əmmimiz, sağ olsun, xeyriyyə məqsədi ilə bir ev tikir, az təminatlı bir ailəyə. Materialın, yəni betonunu biz buradan, rayondan, Tərtərdən aparmışıq. Oradan da gəlib, Karyeldən də gəlib, Yevlaxdan Karyeldən gəlib, çəkilişə getmişəm. Çəkilişimiz olacaq, inşallah baxıb izləyərsiniz. Hələlik bunu çəkdim ki, yəni mən varam, həmişə də olacağım inşallah.